الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق اجمعين والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وحبيب قلوب العالمين أبي القاسم أما بعد فقال الحكيم في محكم كتابه الكريم إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون أوصيكم عباد الله ونفسي تقوى الله ومزيد أمركم إن شاء الله هم sizi hem özümü davet edirəm ilahi təqvaya və işlərinizdə nizamınız olsun. Allah təbarək və təala Quran-ı Kərimdə Nəhl surəsinin 90-cı ayəsində bu cür buyurur ki İnna Allaha ya'muru bil adli və ihsan. Allah sizi ədalətə və ihsana dəvət edir. Bu təbliğ mən belə bugünkü mövzumda ihsan barəsində olacaq. Çünki orucluğun ümumi izah mesajlarından biri bağışlanır, buna bağışlamalıdır. Yəni həm özümüzü Allah tərəfindən bağışlandıraq və həm də bağışlayaq, əta edək, ihsan edək. Bəs Quran-ı Kərimdə ümumən bu ayədə bizə bunu çatdırır ki, Allah bizdən istəklərindən biri ədalətli olmalıdır. Ədalət mənası da zülmün qarşısıdır. Bazen ədaləti biz bərabərçiliklə qarşıdırırıq. Bərabər yəni hamıya eyni halda hər şey verməkdir. Ədalət isə hamının haqqına, zəhmətinə və tutumuna görə bir şeyi əta eləməkdir. Məsələn, əgər sinifdə 2 dənə şagirdlər hamısına 5 versin, bərabərçilik olar, amma ədalət olmaz. Amma o ki dərs oxuyur, ona 5 versin, o ki dərs oxumur, ona 2 versin, olacaq ədalət. Cənnət də bu sözdür. Yəni gecə namazı qılarla gecə namazı qılmayan və bütün günahlardan qorunanla bütün günahları qorunmayan cənnətdə eyni yerdə ola bilməz. Amma sizə mövzum üçün ehsandır, müəyyən bir əhvalatlar sizin nəzərinizə çatdırın. Bizim 4-cü imamımızın həyatında var, İmam Zeynalabdin Səlamullahi. Orucu başlayanda bir dənə vərək götürərdi, yəni kağız götürərdi. Bu imamın işçiləri vardı, əlin altında işləyənlər vardı. Yazılar bu bir ayı imam olan heç birisini heç deməzdi. Amma bunların elədiyi səhvləri o kağızlarda qeyd edirdi. O kağızda özü üçün imam qeyd edirdi. Kənizlərin, bunların səhvləri. Orucu qutalarından sonra imam bunları yığardı bir yerə. Yığardı bir yerə və bir deyərdi. Gəlmirsən filan ki, sən orucunun filan günü bu səhv edibsən, o başına salardı aşağı gəldi, mən hava eləmişəm. Və kənizdən soruşan ki, orucunun məsələn filan vaxtında sən bu səhv eləmişsən, o da başına salardı, deyəcək. Bunların hamısı qəlbindən belə xutur eləyərdi ki, imam bizi cəzalandıracaq. Fikirləri bu idi. Qutarandan sonra hamı səhv olandan sonra imam deyərdi ki, deyər, bax, siz mənə elədiyiniz səhvlərin, mən hamısını bağışlayıram, keçirəm və əlavə sizdən azad edirəm, ancaq bir şərtlə. Bir şərtlə, deyərlər, nədir o? Yəni, siz də həmişə dua edərsiniz, deyərsiniz ki, ilahi, İmam Zeynalabdin Səlamullahi bizim səhvlərimizi bağışladı, bizi azad elədi, sən də onun səhvini bağışla, onu cəhənnəm odundan azad eləkən. Yəni, imam ya bu, gör bizə nətər öyrədirdi insanlarla davranmalı. O da orucluq xüsusiyyətlərindən biri bizim bir-birimizə qarşılıqlı yaxşı eləməliydi. Baxın, məsələn, heyvanla insanın fərqi nədir? Heyvan görürsünüz də, məsələn, yer üstə, otlaqda bir-birinə savaşırlar, amma insan o cür olmalıdır. İnsan bəlkə də bir-birini təşviq eləməlidir, bir-birinə bölüşməlidir. Həzrət Əleyhisselam buyurur ki, Umirtum bir-təqva, siz təqvaya əmr olunubsuz, amma xulüqtum bil-ihsanı və taat, amma xəlq olunubsuz, bir-birinizə yaxşılıq edərsiniz və itaat edərsiniz, Allahdan itaat ediyorsunuz. Onun için de Allah Tebarek ve Teala bu ayeden buyurdu ki İnna Allaha ya'muru bil adl. Allah sizi davet edir ədalətə və ihsan və bir-birinizə yaxşılıq eləməyə və itaətsiz qurba və yaxınlarınıza əta eləməyə, yəni maddi kömək eləməyə bir-birinizə və yanı fəhşa bir-birinizi də Allah Tebarek ve Teala əmr edir ki bir-birinizi də məhdud pisliklərdən uzaqlaşdırasınız. Və bəzi, hətta bir-birinizə zülm eləməkdən və mülkət pis işlərdən bir-birinizi çəkindirəsiniz. Xüsusiyyətlərinizdən biri budur ki, yəni
insani keyfiyyətlərindən biri budur ki, biz həmişə gələ bir-birimizi Allahın acığı gəldiyi şeylərdən uzaqlaşdıraq. Özümüzün acığı gəldiyi şeylər yox. Əgər bəli, biz özümüzü o cür islah eləmişik ki, bizim belə Allahın acığı gəldiyi işlərdən acığımız gəlirsə, burada murad hasıl olur, yoxdur. Mənim də acığım gələn şeylərdən bizi çəkindirir. Adətən çox vaxt ola bilər ki, mənim belə şeylərdən acığım gələr, amma nədir? Allahın o cür deyil. Məsələn, anlayıramısın, bizdə elə xüsusiyyət olmaz. Məsələn, ola bilər ki, mənim birinin kasıbçılığından acığım gələr, birinin paltarının yaxşı olmamağından acığım gəlir, Allahın bunlardan xoşu gəlir. Ona görə, oradakı deyilən insanları pisliklərdən çəkindirir, o işlər ki, Allah onları pis bilir. Bilinci, insanları pislikdən çəkindirmək üçün gələk bilinci bilək ki, Allah nələri pis bilir və insanları da yaxşılığa dəvət eləmək üçün bilək ki, Allah nələri yaxşı bilir. Ondan sonra başlayan insanları yaxşılığa dəvət edir və insanları pisliklərdən uzaqlaşdıraq. Bəs onun için mənim ərzərim, Həzrət Peyğəmbərdən, Həzrət Əleyhisselamdan da bizə çoxlu rivayət gəlir. Çünki orucluğun axırı səxavətlə bitməlidir, mərhəmət ayıdır bu ay. Bu ayın son günlərini yaşayırıq biz. Bu ayın son günləri yaşayırıq. Bu ayın bizə əsas mesajlarından biri nə idi? Görürsünüz, məsələn, hədislərin əvvəlində daxilində da gəlir, iftar verir. İftar vermənin mənasına gəlir, bir-birimizə bağlılığımızı artırır. Allah Quran-ı Kərimdə demək olar ki, indi ola bilər bir-iki ayədə olmasın deyə bilmirəm, amma əksər ayədə insanlar namazı dəvət edən kimi dərhal da zəkata dəvət edir. Hala zəkatla namazı, zəkata dəvət edir namazdan sonra. Niyə? Çünki namaz bizim Allahla əlaqəmizdir. Allahla bizim rabitəmiz namazla bərpa olur. Amma zəkat bizim bir-birimizlə əlaqəmizdir. Bir-birimizlə rabitəmiz. Əgər biz bir-birimizlə rabitəmizi xoş düzəldə bilməsək, Allahla rabitənin mənası yoxdur. Allahla rabitənin mənası yoxdur. Onun üçün də biz Allahla rabitədən qabaq bir-birimizi sevək, bir-birimizi ehtiram edək, bir-birimizin maddi durumuna dəstək olar, bir-birimizə kömək olar. Onun üçün də Allah Təbarək və Teala bu Ramazan ayında bizi dəvət edir ki, bir-birimizə yaxşılıq edir və xüsusən Ramazan indi bayram ərəfəsindəyik. Bu bayramda iki dənə mənim məqam var. Bir bayram sevincini özümüz yaşamaq, bu təbiidir, biz bunu yaşayacaq. Çünki Həzrət Əli Əleyhisselam orucluğun xütbəsində, yəni bayram xütbəsində özü bir dənə xütbə oxuyub. Mən onu indi oxuyuram, hər oxuduqca da o qədər mənə ləzzət verir. Həzrət buyurur ki, bu ki, bayram sədasını eşidəndən sonra evinizdən çıxıb, namaza ki tələsirsiniz, həmin sevinci yadınıza salın, qəbirdən çıxıb Allahın məhzərinə gedən alır. Bax, burada necə sevmişsiniz bayramı, gedilir bayram namazına, deyir, oruç tutanlar, həmin sevinci də qəbirdən qalxıb, Allahın məhzərinə gedəndə yaşayacaq. Elə beşikdən gedəcəklər, dərsi oxuyan şagird özünü öldürür ki, müəllim ondan soruşsun. Dərsi oxuyan şagird həmişə gizlənər, xoşu gəlməz müəllim ondan soruşsun. Əgər biz namazımız, orucumuz, zəkatımız, xumsumuz, ibadətimiz yerində olsa, Allahın hesabından qorxmayacaq ki, sevgəci o hesaba gedək. Özümüz beşik eləyəcək ki, gedək Allah bizdən hesab alsın. Onun üçün də bir bu sevinci ki, o sevinci biz inşallah yaşayırıq. Amma bundan əlavə bir dənə sevinci var, nədir o? Bu orucluğun mərhəmət sevinci başqalarına da ötürə bilər. Mesela bir nəfərin məsələn, imkansız bir adamın borcunu ödəyək, ya imkansız bir xəstənin, məsələn, onun nüsxəsinin dərmanlarını qarşılayaq və yaxud məsələn, bu ailədə maddi problemlər olanların maddi problemlərini həll eləməyə çalışaq. Bu, orucluğun bizim üstümüzdə qoyduğu ən böyük əsərlərdən biridir. Bizə qayğını artırır, bizə bir-birimizi sevməyi artırır, bizə bir-birimizi ehsan eləməyi artırır, hansı ki, Quran onu dedi. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Təbarək və Teala səxavətdən gözəl bir dənə xüsusiyyət yaratmayır. Ən gözəl xüsusiyyət ki, Allah Təbarək və Teala yaradır, o da nədir? Səxavətdir. Sonra bir rivayətdə buyurur ki, əs-səxavı yəzrəul məhəbbət. Səxavət insanın qəlbində məhəbbət ağacını əkər. İnsanların bir-birinə mehribancılığı səxavət qarşılayır. Hətta bəzi rivayətlər var, onu başa düşmək bizim çərçivəsində olsa, amma Peyğəmbər deyirlər, mesela o rivayətlərdə biri budur ki, Həzrət Peyğəmbər buyurub ki, Allah eləməsinə, günahkar, səxavətli insan
Faxil ibadətçilərdən, faxil ibadət eləyəndən Allahın yanında daha da şərafətlidir. Rivayət yox mu burada bu mizah hikməlidir? Günahkar, səxavətli insan, faxil ibadət eləyəndən daha da Allah yanında fəzilətlidir. Ya başqa bir rivayətdə Peyğəmbər buyurur ki, səxavətli insan həmişə başqasının süfrəsinin üstündə oturub çörək yer. Niyə? Çünki gəlib onun süfrəsinin üstündə oturub çörək yesinlər. Amma faxil insan heç kəsdən çörək kəsməz. Niyə? Çünki qorxar bir də gəlib kimsə onun süfrəsində oturur çörək yer. Və səxavətli insan əvvəl özünün ki, başqasının süfrəsində oturur, onun süfrəsindən çörək kəsər ki, cəmaat onun süfrəsindən gəlsin çörək kəssin. Faxil insan bu cüzdür. Başqa bir rivayətdə rivayət var Həzrət Peyğəmbərin dövründə İnnə cəmaətə minən usara əsrlərdən bir dəstə Cəu bihim və Rasulullah var gətirlər Həzrət Peyğəmbərin yanına sallallahu aleyhi və aleyhi və əmərə minən Muğun əleyhissalam bizlər bir əmal verir. Həzrət Peyğəmbər dedi ki, bu əsrləri qətlə yetirdilər. Bunlar müharibdirlər, Peyğəmbərə öldürməyə gəliblər. Sümmə əmərəhum əfradun vahidin la yaqulu. Sonra Peyğəmbər əmrlər ki, birinə dəymə, bunu öldürmədilər. Fəqalar rəccüz, bu adam özü dedi, limə əfrətlərini min əshabı, mən dostlarımdan niyə ayırdır? Niyə onları öldürürsən, mən öldürmürsən? Və cinayəti vahidədir, cinayətimiz birdir. Hamımız Peyğəmbər öldürməyə gəlmişik, amma mən onların səsini niyə seçdim, niyə ayırdır? Fəqalar bu. Bu, Həzrət Əleyhisselam'a dedi ki, Allah təbarəkə və təala əvha iləyyə. Həzrət Allah təbarəkə və təala Peyğəmbər buyurdu ki, mənə vəhy edir, ənnəkə səxildur, qovmikə, sən öz qovmun içərisində ən səxavətli bir insansan və la əqdurukə, sən mən öldürməyim. Fəqalar rəzulur şikayət edir ki, fəinə əşhəd Allah iləhə illallah və ənnəkə Muhammedur Rasulullah. Mən şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, sən isə onun nədir? Peyğəmbərsən. Bu, səxavətin bizim üstümüzdə qoyduğu əsərlərdən biridir. Amma səxavət təbiidir ki, bizim bir-birimizə ehsanımızdır. Bunu deyəndə hamımız başa düşürük. Amma Peyğəmbər səxavəti bir dənə gözəl tərcümə edir, İmam Cəfər Sadiq. Buyururlar ki, səxavət kimdir? Məsələn, səxavət nədir? Əhl-i səxavət kimdir? Peyğəmbər buyurdu. O ki, Allah sizin boyunuza təşrif qoyub, zəkat verir, xums verir. O zəkatsı, xumsu verirsə, demək siz səxavətli adamsınız. Əsl səxavət odur ki, Allahın sizin boynunuzda qoyduğu təklifi verərsiniz. İndi məsələn, bəzi adam var, məsələn, Allahın təklifi vermir. Təklifi vermir, amma məsələn, yoldaşları yeməkhanəyə gedəndə onların hesabı çox rahat verər. Amma gəl deyək ki, Allahın sənin boynunda qoyduğu bir vəzifədir, məsələn, 10 manatlarının son 2 manatlarının onu verməz. Amma o cür verər. Biz ona səxavətli deyirik, Allah deyir, yox. Əsl səxavətli odur ki, mənim sizin boyunuza qoyduğum təklifi siz yerinə yetirsiniz. Əgər mənim sizin boynuma qoyduğunuz təklifi Allah deyir, yerinə yetirirsinizsə siz səxavətli bir insansınız. Bəs mənim əzizlərim, orucluğu bizə verdiyi mesajlardan biri budur ki, biz neyək? Bir-birimizlə öz mərhəmətimizi ölçək, bir-birimizin günahlarından keçək, bir-birimizi bağışlayaq, bir-birimizə maddi dəstək olaq, bir-birimizə gözəl məsləhətlər verək, aramızdakı soyuqluqları götürək, ondan sonra ailədə olan soyuqluqları götürək, övladla ata arasında olan soyuqları götürək, cəmiyyət arasında olan soyuqları götürək. Çünki orucluq mərhəmət ayıdır. Orucluğu mərhəmət ayıdır. Belə olmasın ki, biz orucluqda ancaq elə fikrimiz az qalmalı olsun, amma orucluğun başqa hikmətlərindən uzaq olaq. Orucluqda tək fikrimiz az qalmalı olmasın. Bu orucluqda az qalmaq bizim qazandığımız ən kiçik bir şeydir. Burada böyle bir şeyler var orucluqda. Mesela insanın fikri günahlardan az qalar, insanın gözü günahlardan az qalar, insanın mesela şəhvəti günahlardan az qalar. Bu az qalmaqlıq, maddi az qalmaqlıqdan daha da üstündür. Odur ki, mənəvi cəhətlərə çox diqqət edir, orucluq tutarır, istiğfar çox olur, Allahdan bağışlanmağı çox istəyir. Eləmədiyimiz ibadətlər, tənbəllərimiz barəsində Allah'a şikayət edir. Yəni, dua edəndə deyək ki, ilahi, bu ayda sənin bizə verdiyin fürsətdən biz layiqliklə istifadə eləmədik. Biz tənbəlliyimizdən sənə şikayət edirik, tənbəlliyimizdən sənə tövbə edirik. Eləyərlər ki, sənin bizim üçün bu ayda açdığın süfrədə geniş şəkildə layiqliklə istifadə eləyək, amma kəsalətimiz, tənbəlliyimiz buna fürsət vermədi. Və Allahdan istəyək ki, bu ayda bizim tənbəlliklərimizdən
o ki məsələn eləyə bilərdik, eləyə bilmədik, onlardan keçsin. Çünki bax o fürsət qutarmaq üzrədir. Düzdür, bundan sonraki aylarda da Allah təbarək və təala elə həmin ərhəmən rahimən Allahdır. Amma bu ayda Allah təbarək və təala özü bizə fürsət vermişdir. Və bizim orada özü bizə fürsət vermişdir ki, bizim bir işimizi 10 bərabər, 2 bərabər, bəzi yerlərdə daha çox qəbul etsin. Bu fürsət artıq nədir? Əlimizdən çıxmaq üzrədir, amma gecdir. Bu qalan günləri də istifadə edilir, vaxtınızın qədrini bilir, xüsusən iftar vaxtları çoxlu dua edilir, möminləri dua edilir, şəhidlərimizi dua edilir, əskərlərimizi dua edilir, zabitlərimizi dua edilir, ölkəmizi dua edilir və müsəlmanları dua edilir, müsəlmanların birliyi dua edilir və Allaha ad verir vəhdaniyyətinə ki, Allah təbarək və təala müsəlmanlara birlik qismət eləsin. Allah'ın belə sizi və bizi bağışlanmamış dünyadan aparmasın, bağışda aqibətimizi xeyr eləsin. Allah'ın belə əzəmətinə bu ayda mənəvi maddi rüzlərimizi bol eləsin. Allah kəsalətlərimizi bu ay bağışlasın. Şəhid və şəhid valideynlərin qəlbi rəhmət eləsin. Siz ki, bütün cəm olursun, cümlə namazına qəlbinizdə olan bütün mətləbləri Allah təbarək və təala bərabərdə bir xeyr eləsin. Allah təbarək və təala sizi məni bağışlanmamış məsciddən xaric eləməsin. Allah sevib seçdiyi insanlara oruçluqda verdiyi nemətləri bizim də halımıza şamil eləsin. Qazilərimiz var, həqiqətən də xəstə qazilərimiz var, əməliyyatda olan qazilərimiz var. Allah qazilərimizə Həzrət Əbəlfəsə xatir, şəfaya acilət ayləsin. Və lənətullah ələ ədayın əzməyin ələnə ilə yevmiddin. Əmmə bəət əbələ xəkiyyi muhammedin kərim ismə şəhr Ramazan əlləzi unzilə Qur'an. Usikum eyvallah Allah və nəfsi təqvallah və nəfsi rahmet. İnşallah həm sizi həm özümü dəvət veyrək ilahi təqvaya. Yəni Allah'ın haram qıldığı işlərdən uzaq olaraq, Allah'ın vacib qıldığı işləri yerinə yetirək. Təqva yəni bu ilahi hökmü yerinə yetirmək. Din də budur. Din iki kəlmədən ibarətdir. Olar olmaz. Din budur, olar iş olmaz. O işlər iş olar eləməli vacib şəkildə. Daha yavaş-yavaş orucumuz sonuna yaxınlaşırıq. Mərhəmət var, fürsətlərimizdən çıxmaq üzrədir. Amma üçün baxmayaraq ki, Mah-i Ramazanın axırıncı orucluğudur, fürsətlərimizdən çıxmaq üzrədir. Amma yenə də fürsətimiz var. Çünki mənim nəzərimdə Mah-i Ramazanın saniyəsinin özü qiymətlidir. Bu ayın saniyəsinin özü qiymətlidir. Bu ay mərhəmət ayıdır, bu ay rəhmət ayıdır, bu ay qufran ayıdır, bu ay Allah təbarək və təala qərar verib bizi bağışlasın və təbiri ki, biz də gərəkdir, bizə qarşı edilən günahları bağışlayaq, bir-birimizə ehtiram qoyaq, bir-birimizə hörmət qoyaq və müsəlmanları dua eləyək, dünyanın hər yerindən müsəlmanlar rahat dua eləyək, müsəlmanların güçlüyü var. Ümumən İslam dini Allah təbarək və təala bəşəriyyəti hidayət eləmək üçün göndərir. Amma hər halda biz bunu bilməliyik ki, bizim də bir vəzifələrimiz var, ilahi vəzifələrimiz var. Allah bizim boynumuza vəzifələr qoyur. O vəzifələrdən mühümdür biz hidayət olunmaqlıdır. Yəni o təşrifi ki, Allah təbarək və təala bizim boynumuza qoyur, onları yerinə yetirməliyik. Ondan böyük bizim vəzifəmiz yoxdur. Burada Həzrət Peyğəmbərin bu Ramazan barəsində dediyi sözlərdən mən elə hər cümlə günü və yaxud eyni günlər ki, söhbət edirəm, istifadə edirəm. Çünki istərəm əlavə məsələn özümüzdən bu sözlər deyək. Çünki Peyğəmbərin sözü Quran sözündən sonra ən dəyərli bir sözdür. Allah sözü əvvəldir, ondan sonra Peyğəmbərin sözüdür, imamların sözüdür. Bu ancaq Peyğəmbərin sözü də Allah'tan deyilən bir sözdür. Burada Həzrət Peyğəmbər çox gözəl bir söz deyir, orucluq barəsində, orucluğun axırı barəsində. Və mən də istəyirəm bunu sizdən bölüşəm və bu fürsətdən çox əzəmətli surətdə istifadə edək. Sonra Allah şahidliksə, söz də bu fürsətlərimizə düşər, bir də gələn oruclardan Allah onu versə istifadə edə bilərəcək. Verməsə mənim ölkəmiz gələn oruclara çıxacaq, çıxmayacaq. Heç kim Allah təbarək və təala heç kimə zəmanət verməyib ki, nədir? Biz bu orucları tutduq, gələn oruclara da gəlib çıxacaqsın. Sonra qaladır Peyğəmbər buyurdu ki, İnnə şəhrakum hazan ləysə kəşşuhur. Bu ayız başqa aylar kimi deyil. Yəni Ramazanı heç bir ayla müqayisə eləmir. Bu ay başqa bir ay deyil. İz əlvələrin bərəkət. Çünki bu ayda bərəkət var. Bütün aylar gözəldir, amma bu ay o ay kimi deyil. Hansı ayda bir sətr Quran oxumalıdır, Quran sağlığı eləmir? Bu ay belə görürüz. Yoxdur ki, hansı ayda məsələn bir istəkan birinə su verməklə
Elə İsmail Peyğəmbərin övladlarından qulluqdan azad edibsən. Peyğəmbər bu acıda hətta bir istəkan su yoxudursa, bir istəkan su, ya bir istəkan, mesela orada əlbəttə bir qurtum deyil, mən istəkan deyirəm. Peyğəmbər bir qurtum süt, bir qurtum su, yaxud bir dənə xurma hər kəs orucasına versə, elə bir sayı çox deyir, ha. İsmail Peyğəmbərin övladlarından qulluqdan azad edib. Nə qədər əzəmətli bir aydır bu ay. Bu ayda bizim əlimizə, bu fürsət bizim əlimizə düşər. Düşməz ki, gələn il olursa qədər. O da Peyğəmbər bunu bu başqa aylarımız kimi deyil. Bunu o misal aylarımızla müqayisə eləmir. Belə fikirləşmə ki, orucundan sonra mən savabdasızım, qazanacaq inşallah. Amma bu cür rahat qazana bilməyəcək. Ki, yatasan sənin yuxuva, savab yazarlar. Nəfəslərə təsbih deyərlər. Bir sətir Qur'an var, bir Qur'an ayəsi deyərlər. Bunu hansı ayda verərlər? Adama bunu verməzlər ki. Amma Allah bu ayda deyir ki, bərəkətdir və rəhmətdir. Həqiqətən də rəhmətdir. Cəhənnəmdən utanmasın ən gözəl aydır. Bütün Allah Teala, bütün şeytanları bu ayda salıb zindana. Niyə? Ta bizlə onun arasında mani olmasın. Və izahət mənəmkum ədədə bir xufranı zulub. Ayın sonu. Açıqdır, mən bu şirini isə çatdıramıram. Peyğəmbər diyor ki, Ramazan ayı sizə külək söyləndə, yəni sonu yaxınlaşanda, bilin ki, artıq günahları zamanınız bağışlar. Yəni bunun sizə külək söyləməyi də xoş bir təsadüfdür. Yəni əlbələ, Rüğufran-ı zulub, günahlarınızın bağışlanmağı ilə sizə külək edir. Əlimizdə gedir Ramazan, amma əvəzində nə qoyur bizim üçün? Elə bunlardan təzə doğulmuşuq. Paş bir körpəyi, həyatdan təzədən həyatımızı başlayaq. Allah eləməsin Ramazandan qabaq sən yaşayırsa, indi yaşayışımızı tənzimləyək, yaşayışımızı Allah istəyən kimi yaşayaq. Hazır şəhrün həsənatı fihi muzahəbədə. Bu bir aydır ki, burada yaxşılıqlar iki bərabərdir. Burada yaxşılıqlar çoxdur. Allah Teala burada yaxşılıqlarınızı çox verir sizə, artırır sizi. Və əmal-ı xeyfiliyi məqbuludur. Və xeyir işlər bu ayda qəbuldur. Açıq ya, mesela Allah özü söz verir, mən bu ayda sizə xeyir işlərinizi qəbul edəcəm. Eyni aylarda bu fürsəti Allah vermir. Orada niyyətlər, parçalar, o qədər şərtlər sağır, xeyir işlərin qəbul olmasın. Burada o şərtləri Allah təbarəkətələ yüngülləşdirilmişdir. Mən sallallahu minkum fi hazə şəhrullah. Hər kəs bu ayda 2 rəkət namaz qılar. Hər kəs bu ayda 2 rəkət namaz qılar, rəkətəyn. 2 rəkət yətətəmnə o bihimə qəfərəllahu lahu. Allah bu 2 rəkət namazla bunu paçlayacaq və bunu bağışlanılanlardan qərar verəcək. Bunu paçlayacaq 2 rəkət namazla bunu bağışlanılanlardan qərar verəcək. Sonra, çünki bu ayın rəhmətini Allah Teala Peyğəmbərə deyir və Peyğəmbər bu ayın rəhmətini bizə sayandan sonra qayıdıb tamamilə mövzunu dəyişir, bizim fikrimizi yönəldir, çox mühüm bir nöqtəyə. O da nədir? Peyğəmbər bunun ki, sunna qal. Sonra Peyğəmbər dedi, İnnə şəqiyyə ən pis adam. İnnə şəqiyyə ən pis adam. Həqqə şəqiyyə, haqqı da bu da ən pis adam olsun. Sözə bax, Peyğəmbər deyir, ən pis adam. Elə haqqı da budur ki, bu adam ən pis adam olsun. Mən xələcəm hazə şəhər, bu ay gələk keçəm olsun. Və mən yuxarcına, bu özü bağışlatdıra bilməyəm. Peyğəmbər deyir, ən pis adam, haqqı da budur biz buna pis adam deyək. Bu ay bu əzəmətlə gələr. Allah özü bunu alqa çaldar, özü süfrəsələr, özü süfrədə sahibi olar. Özü hər şey nədir? Müzahət, 2 qat, çox verəsələr. Amma bu ay gələ keçə bizdən, Allah eləməsin, ha? Biz özümüzü bağışlatdıra bilməyək, bundan pis adam ola bilər. O da Peyğəmbər burada, Allah eləməsin, bu həddə gətirmək ki, biz özümüzü nədir? Gələk bu həddə salaq ki, bu əzəmətli ay, bu mərhəməti ilə, bərkəti ilə, qufranı ilə gələ keçə, bir insanın üstündən bu insan özünü bağışlatdıra bilməyək. O da buyurdu ki, fəhiyyənizin, yəxsəl hiynə yəxusul muhsinin. Bu adam, o adam ki, bu ayı oruç tutanlar və ya xəstə olub oruçları ehtiramını saxlayanlar feyzə çatıb faydalananda bir cəvazır Rəbbul Kərim, Allahın, o kərim olan Allahın caizələrin, bizə verdiyi hədiyyələrin əxzirlərində bu adam ziyanlı olur. Nə
Ne kadar pis bir tane halettir bu ki. Allah Tebarek ve Teala bu ayı elə bir sağdan misal verirse insan idman yarışına çıkır. Bu yarıştan sonra mesela komandada 11 nəfər, 20 nəfər, tüm oyunlar var da. Qutarandan sonra bu mudanları yarış sahəsə vermirlər, müşafatlandırmırlar, bir gəlir. Bax, Peygamber ona bənzətdi. Dedi bu ayın sonunda Allah bir hamıza nədir? Mükafatlar verir. Oruçda hamının Allah bir mükafatlar verir. Allah eləməsin, sən bu adamdan olasan ki, Allah hamının bir mükafatını verəndə sən isə Allah göstərməsin, ziyankarlardan olursun. Mükafat əvəzinə ziyan qazanasan. Çünki bu ayda hər şey Allah Təbarək və Teala hazır eləmişlər. İnsan burada bəhanə gətirə bilməz ki, məsələn, insan özü-özündə fikirləşir ki, mən bir bəhanə gətirəcəm, Allahı qəzəbindən rəhmətinə qaçacaq. Çünki da bəhanə üçün, bağışlanmalı üçün Allah Təbarək və Teala bəhanə vermişdir. Çünki bu ay rəhmət ayıdır, Şəhrullah Teala Allahın ayıdır, Şəhrul bərəkət ayıdır, Şəhrul məğfirət, bağışlanmalı ayıdır, Şəhrul rəhmət ayıdır, Şəhrul tövbə ayıdır, yəni qayıtma ayıdır və Şəhrul inabə və inabə bilirsiniz nədir? Yəni insan qəlbən bəzən görsə, qəlbən sınır Allaha yalvarır. Qəlbən. Bizim bir dua varımızdır, onun adı nüzbədir. 5-ci İmam Zamançın oxuyur bu duanı. Nüzbə ərəb dildən Azərbaycan'da tərcümə olanda zırıldamaq demək. Zırıldamaq. Uşaq ağlarına zırıldayır ha. Bizim şəklimiz sözlərdən biri ya. Nə zırıldayırsan? Niyə zırıldamaq deyirlər ona? Çünki uşaq orada içdən ağlayır. İçdən ağlayır orada. Və hətta məsələn, o adam da ona azalıyır ha. Niyə bu cür ağlayırsan? Çünki o qarşı tərəfin ürəyini sındırır. Deyirlər, zırıldama, yanından bir yer çıxır o adam. Bu ağlamağın ən inanma budur. Ağlamağın ən şiddətli, qəlbi sınıq formasıdır. Buna nüzbə deyirlər. Bizim bir İmam Zaman'a duamız var. Onun adını qoyurlar bu cür. Yəni 5-ci gün İmam Zaman üçün bu cür ağlayır. Necə o uşaq qəlbən zariya ağlayır. İmam Zaman üçün, bunun oruçluqda bu cürdür. Qəlbən Allah üçün zariya. Allah üçün o niskinliyi, acizliyi, bağışlanmalı istədiyi bilindirirsə bu səslə. O da Peygamber buyurdu, bu tövbə və inabə ayıdır. Və o şəhri qiraətin Qur'an. Bu, Qur'an oxunan ayıdır. Qur'an oxunan ayıdır. Və o şəhri istiğfar. Və bu, tövbə, istiğfar bağışlanmalı ayıdır. Və o şəhri siyam. Bu, oruç tutmaq ayıdır. Və o şəhri dua. Bu, Allah'tan istəməkdir, dua eləmək ayıdır. Və o şəhri ibadət. Və bu, ibadət ayıdır. Və o şəhri taət. Bu, itaət ayıdır. Yəni, günahlardan tamam uzaqlaşma ayıdır. Və o şəhri bitkindən açıldı. Və deyir, bu, həmin ayıdır ki, insan cəhənnəm odundan azad olur. İt, yəni azad. Ərəblər, qulu azad eləməyi it deyərlər. Burada da deyir ki, nədir? Cəhənnəmdən azad olmalıdır. Və huvə şəhrul fawzi bil cənnət. Və bu, cənnətə daxil olmalıdır. Allah'ın bir əzəmətinə bu ayın bütün bərəkəti, rəhməti, bərəkəti, şamil eləsin.